günlərimdə iqtisadi tərcümə çalışırıq. Bugünkü mövzumuz 저고령화 시대 회복 나이 지한 아닌 능력껏 일할 자유에 대해 공부할 겁니다. Belə sözlər çıxardıram hələ ki bilmədiyim sözləri, ondan sonra belə cümlələri tərcümə edəcəm, öyrənəcəm biraz da bu mövzunu. Və bu mövzuya həqiqətən marağım var, ona görə də öyrənmək asan gəlir də. Keçən səfər məsələn öyrəndiyimiz iqtisadi tərcümə yox idi. Orada nə qədər terminlər var idi, o qədər sözlər var idi. Heç maraqlı da idi da. Həm də ki çox çətin idi. Terminlər adamın yadında qalmır. Məsələn normal sözlər olsa, adi bildiyimizdə. Bildiyimiz demirəm, yaxşı sözlər öyrənmək lazımdır. Amma ki çox çətin də olmaz da. Məsələn tutaq ki bir cümlədə biri var, sən cümlə 5 cümlədən ibarətsə, sən bunun 4-ünü bilmirsən. Bir də var ki, 5 sözlük cümlədə sən bunun 2-sini bilmirsən, 3-ünü bilmirsən. Yaxşı keçdim. Biraz asan bilmək lazımdır. 고령화 isə yaşlı əhali deməkdir. Deməli, çoğoryonha şidə dövrdür. Çox yaşlı əhali dövrü. Yəni hazırda Koreyada mən keçən səfər bir dənə exchange proqramı var da, onlayn belə qoşuluruq qızla. Koreyalıdır, söhbət eləyirik onunla. Deyir, bəs müəllimlərimiz də deyir təbii ki də Koreyada yaşlı əhali daha çoxdur. Bilirsiniz də, orada artıq nəfər deyib mədər edilir. Ailələrdə maksimum bir uşaq, 2 uşaq olur. Hətta yeni evlənənlərdən çoxları uşaq istəmir. Ona görə də hazırdakı Koreyanın əhalisinin əksəriyyəti yaşlıdır və Azərbaycana gələn turistlər də görsək əksəriyyəti yaşlıdır. Belə. Yəni cavan atmatma görərsiniz də. Çoxsu yaşlı əhalidir. Çocuk yox. Yəni tutaq ki biz 65 yaşında çıxmırlar. Stipendiya nə idi? Pensiya 65 yaşında çıxmırlar. Orada bacardığın qədər. Yəni əlavə işləyə bilirsənsə qal işlə. Canını götürürsə. Bizimkilər nə qayır? Bizimkilər məncə pensiya güdürlər. Keçən səfər parkda oturmuşdum da, gəldi xanım skamyada yanımda oturdu. Onunla danışıq elə belə. Deyir ki, bəs müəllim olmuşam. İndi pensiyadayım. Deyirəm qayıtmaq istəyirsiniz, evdə sıxılmırsınız. Deyir, yox, eləyirəm. Əslində düz eləyirlər də 65 yaşına çatıblıq. Axı neynir əlavə işləyib? Yəni də evdə oturmamı daha sıxıcı olaraq məncə. O ki, pulun varsa get gəz. O da var. Amma yəni belə evdə oturmaqdansa ən azından bir işə çıxmaq, çölə bayıra çıxmaq daha maraqlıdır deyə düşünürəm. Fikirləriniz maraqlıdır, siz də deyin görün nə düşünürsünüz. 65 yaşınızdan sonra işləmək istəyirsiniz. Mən azı gəzmək istəyirəm, mən isə olmaq da istəmirəm, işləmək də istəmirəm. Nəysə, qələt eləmə nəzrim. Amma çox olmaq işləmək çox. Amma ən qəşəng bir söz nədir? Öz pulum. Neyse, qul dərsimi oxuyum, az danışım. Mən ağzım qızışdığı gedir söhbətə. Ayamıram, başımda, beynimin içində ancaq mahnı çalır. Ancaq mahnı oxuyuram. Beynimdə mahnı gedir, burada Korey gedir. Allah kahretmesin. Ama yorulmadım çünkü mevzu maraqlı. Özümü avutma şəkli. Sizcə də belə duranda qoyun şahına oxşamıram. Gülməyə görsənmi? Bir anda özümə baxdım. Ya da şey olur, qurd olur, qoyunların arasında gizlənir, üstünə bir şey salıb qoyunun nəyini, yününü, tükünü salıb ondan da nəsə başa düşdünüz. Dərs oxumamaq üçün verdiyim çabalar. Mən hazıram, indi gedirəm universitetə. Bugün də bazınız çox gözəl oldu, bilirəm. Bunlar bilirsiniz nədir? Mən bir vaxt Çin dili öyrənirdim. Onları belə yazırdım. Tırnaqlayım. Amma ən şey budur. Shui, çi, miangbao, jidan. Jidan yumurta. Bu yazılışına baxın bir dənə. Yenə gecikirəm. Dım. Arkadaşlar giderim üniversitete. Ay Allah yine bana söyleyecekler emelimler. Söylemezler. Ama yeniden ayıp oldu. Arkadaşlar bugün dedim ders o kadar meraklı şeydi, o kadar meraklı şey. Hiç keşfetmedim. Ama sonra benim hakikaten o kadar geçe danıştı, o kadar meraklı sohbetler etmedi şey. Yani tercüme hakkında daha yeni şeyler öğrendim. İnşallah. Danışırsan iyi olur. Akşam gördüm, akşam sen niye tutacağım bu günler, ona göre beşersen. Tekecinin prostitutanlığı için ben bilenmişler belirleyen. Ayda yani hayatımda bu kadar mükemmel ders geçirmemiş. Atabilirle yanır. 15'ine sonra yanır da. Oyda o kimi de be. Şey, burada ben yerimde. Tanıştı. Günlerim döner şey yemeye gideceğim inşallah.
Ne moda gidersen? Hadi yok ya biz diyet atıyor. Biz diyet atıyor uşaqlar. Ya yeməyəcəyik. Biz artıq sağlam qidalanırıq. Ona görə də sağlam qidalanırıq. Yalan desem Yo yeməyəcəm. Həqiqi yeməyəcəm. Yox da yemə də sən də bu həftə şeydir. Demişik ki ayın 15-i bir də 30-u. Hə? 15 geçip 15 değil. Eyyo. Beşlə. Şeyden sonra hem yemekten hem yemek. Zaten üçün də dərsə. O qədər görüşürük. Boşa qorsanız. Baxın günlük işə görsənir bura həyatlar. Mesela bizim iş. Hə, bu gün də dərs danışmaqdan yırtdım. Kasları çəkmə. Peki, özür güvensən. No, daha hiç Güzel beğendi. Instagram'da video çekirsin. kimler? Çuva. Ben bir şey yoksa bu kadar da yazık. Ha. Seriously. Lemon bir bal getir. Bir bal. 9 bal. Böyle. Lemon string istə çox qaqaq. Ay Cəmilə. Lemon elə böyümür. Dırırırım. Bu bismillah. Hesap. Şimdi kimlerle görüştüm? Gidirik müzeye. Aslında özlem. Həqiqətən. Mənim dəhşət qarnım qurha qurdu da. Təşəkkürəm. Salam elə. Bəli. Sağlam qidalanacağım deyəndən bir dəqiqə sonra Bir dəqiqə sonra mən. Kullan dilmə vurmayacağım valla. yaşında da olaraq bu xoşuma gəldi, yoxsa çətin nefət ki, burger yedim də yedim. Sırf burger ha, başqa heç nəyinə gerəyəm. O görsənlik. Mən onun toyuğunu xoşlamışım. Hər gün toyuq yeyilmiş kimi bu da var. Dırırırım, canlar mənim. Deməli yeməyimizi yedik. İndi gedirik muzeyə və mən kola içmədim. Yemin edirəm ağzımı bile sürmədim. Su aldım o yerine, süt yedim. İnanamıyoruz. Buralarda ne? Zafer Müzeyi. The Victory Museum. Salam. Ben qobun çəkim. Ha, bu da yenisidir. Ay bu çok güzeldi. Belə, bura Zəfər Muzeyidir. Dırım. Arkadaşlar, baseyni. Seçim. Bura çox qəşəngdir. Çox qəşəngdir. Günlər də bəyəndi. Günlər qaçır. Ay da, mən günəşin çıxmağına. Buradakı mənzərəyə baxın. Görün nə qəşəng görsənir. Çox qəşəngdir da. Bayıldım. Bu arada bu nədir? Əgər valideynlər hər hansı hərbidə işləyən və yaxud da veteran, şəhid falan olan varsa, o insanlar keçiş pulsuz olur. Amma olmasa belə keçiş, əgər gəncsinizsə tələbələrə 1 manat, böyüklərə 5 manat. Evet. Herkese selam, kanalıma hoş gelmişsiniz. Bu günlerim Koreya günü keçiriləcək, oraya gedirik. Ay çok kötü görsem bile böyle mükemmel oldum Yani da vay canına yine de vay canına. Saçlarıma bak. Bir tane şəkil falan çəkdim. Prost bu tokalarım çox üzümə düşür elə bir. Mən indi qəşəng olmuşam. Eynəksi də tərəf sizcə. Giyindim, hazırlandım, tam devrdən çıxırdım. Niyə çıxırdım? Çünki birinci universitetə getməli idim. Biletim yadımdan çıxıbdı, qaldı universitetdə. Ona görə universitetə gedib sonra oraya gedəcəydim. Amma orada 16.30-da da düşünün. Sən adaqlı bir giymiş ürəyi. Sonra müəllimə yazdım ki, biletin şəkli olsalar. O deyir ki, hə olar. Ərsad mən dəyinimi çıxartdım, oturdum. Paltam zabını giymişdim. Mesela belə salmatçılıqda giymişəm, hazırlaşmışam. Sadəcə olaraq paltarım birazcık dardı və biraz qəribə hiss edirəm. Çünki normalda daha oversize giyinirəm.
Ama belə yine de klibi hissettim ayol. Koftamı değiştim çünkü bu daha rahattı. O bizi biraz sıxırdardı. Yani narahat olmayayım diye. Hem de narahat maksimum 1-2 saat oturacağıq, söhbət edirik, oyunlar falan oynayarıq da. Ona görə də belə rahat bir dənə kofta giyindim. Paltomu da giyinim. İndi çıxaq. İnşallah yeməklər də olar, nə olar. Evet, gedirəm. Antikafedə olacaq. Ada antikafesi gəlmişim. Ona görə ellərə gedək görək günlərin başımıza. Nə gəlir. Camalova. İndi gəldik, belə adlarımızı yazmışıq buradan. Burada da belə Bir de bir şey diyeceğim ama gözlerini gözleyebilirim eğer hamısını giyip dersen. Hamburg idi. Burada belə hamburglar var, geyinə bilirlər, edirlər. Orada ben canım sanırım ki bir de Karyalı hanımlar falan yemek paylaşıyorlar. Adlar orada qeyd edir. Bu da bizim yemeğimiz. Çekeyim anı kalsın istedim. Kalsın olsa takip edin. Ya bu YouTube'a gelecek. Başlaştı. Kimbap gibi gireceğim. Sizden 2 bildiğim yeter bana. Ya da kart. Ben tahilliyim. Pajama. Bence vardı da. Belə, herkes eğlenir, maraqlıdır ümumiyyətlə ortam. Sadəcə yerlər daha azdır. Məsələn, orada kitab arasına qoymalıyıq, onu düzəltmək üçün yer yoxdur da hazırda. Ona görə biraz gözləməliyik. Onunla da belə oturmuşam, burada gözləyirəm. Gözləməyim. Çıxdıq indi tədbirdən. Fərdə ilə gedirik evə. Fırsat Valentin arkadaşlar. Bugün də maraqlı keçdi. Ən azından bir həyatımıza az da olsa nəsə bir əyləncə, maraq, rənc qatdıq. Fərqli bir yemək yedik, elədik. Şimdi belə fırlanıq. Gecə vaxtı belə vloglar daha qəşəng görsənir məncə. Nəsə danışmaq istəyirsən Fərdə? Mən atam dansı vermək. Müsahibə vermək. Aha. Yenə də nəzrimdə. Kəsəyə nə demək istəyirsən? Məsələn, sən buradan dinləyənlərə. Çıxın gəlin başqa ölkəyə. Həqiqi, məncə yox ya. Yana gedin, yana. Başa deyil. Başa deyil. Hə, Mən rayon sevdam bitmir də yəni. Eynən, məncə də rayon daha yaxşıdır. Bakı çox basırıqdır. Ayda bütün universitetlər də Bakıdadır, eynən. Yəni Bakı partlayır da təsəvvür edin. Həqiqətən çox pisdir. Bakı kapatılsın. Kapatılsın. Rayonlar açılsın. Ay, təsəvvür edin, universitetlərin çoxusu korpuslar falan keçirdikdə rayonlara. Qəşəng olar Allah. Eynən, məncə də qəşəng olar. Süper olar. Bakıdaşlar rahat yaşayır, rayondaşlar. Eynən. Rayon da inkişaf ediyor. Bizi dinleyen mi var sanki? Nihayet eve geldim, tatlım. Birazcık alışveriş ettim, onu göstereceğim. Tabii ki de market alışverişi. Durum. Sevirsiniz mi market alışverişimi? Hadi bambul tüy şeyler o gidip onlarla alalım. Bir de ne? Yaşıl çay, detoks. Bunu hiç sınamamışım. Normalde yaşıl çaylarını içmişim. Ama bunu hiç sınamamışım. Ona göre bundan aldım. Sonra qara çörək. O da çörəyim qutarmışdı. Bu arada üstlerine bakın ha çöreğin. Hemen ayın tarihi gününe çıkmış olsun. 22'den çıkan aldım. O biri normalde aldım qara çöreğin. 21'ine olanlar var idi. 21'inde gelmiş olanlar var idi. 22'de çıkan yok idi. Sonra bu çok tatlıdır zarafatsız. İndirme düşmüştü. Kaptım hemen. Den avokado.
Bir dənə də iceberg çörəmi. Axşam tərəfi yemək yemək istəmirəm. Ona görə deyirəm ki, bundan salat hazırlasam daha yaxşı olar. Hazırda ürəyim heç nə istəmir, amma çay içərəm qəşəng. Bundan çay içərək birazdan hazırlayaram. Dadına da baxmış olarıq həm. Belə gedib əynimi dəyişim. Good. Makyajımı da yuyum. Amma bugün qəşəng görsənərdim, hə? Makyajım qəşəng olmuşdu bugün.